mərasimində biraz nəsə gecikmələr oldu, biraz texniki gecikmələr. Əsas odur ki, tədbirimiz baş tutur və tədbirimizi keçiririk. Tədbirimiz iki hissədən ibarətdir. Yəni, birinci hissədə biz Rəsulzadə irsinin tədqiqatçılarına müəyyən diplomlar var, onları verəcəyik. İkincisi isə anım günü ilə bağlı hər kəs öz fikrini söyləyəcək, öz ürək sözlərini deyəcək və bir də olsun ki, Türkiyədən Cəmil bəy Ünal qoşulacaq tədbirimizə, bir də Rusiyadan bizim bu Rəsulzadə Məclisinin sədri Füzuli Bərəcov qoşulacaq. İndi o anım prosesində, biz o tədbirin prosesində çalışacağıq ki, bu işlərimizi reallaşdıraq. Hamıza təşəkkür edirik tədbirdə iştirakımıza görə, tədbirə gəldiyimizə görə. Doğrudan da illər keçir, dövr keçir, Məhəmməd Əmin Rəsulzadə adı həmişə, belə deyək ki, diqqətdə qalır. Müxtəlif rejimlər gəlir, müxtəlif rejimlər gedir. Yenə baxırsan ki, Məhəmməd Əmin Rəsulzadə problemi cəmiyyətdə qalır və bu problem də Azərbaycanın azadlığıdır, müstəqilliyidir, Azərbaycanın azad yaşamaq haqqıdır, bütövlüyüdür və s. Və ona görə də biz Rəsulzadə irsini nə qədər çox öyrəniriksə, o dərəcədə biz Azərbaycana, Azərbaycan vətənpərvərliyinə, Azərbaycan insanına, bütövlükdə dünyaya olan sevgimiz artır. Çünki Rəsulzadəni öyrənmək adamı savadlandırır, bilgiləndirir, maarifləndirir və s. və s. Bu vaxtda biz anım tədbirini bir qədər sonra keçiləndə geniş danışacağıq və mən unuttum, demədim, bütün Azərbaycan ocaqlarına təşəkkürümü bildirirəm. Bu tədbirə şərait yaratdıqlarına görə sağ olun, hamınıza təşəkkürümüzü bildiririk. Və sizə bir kitab hədiyyəmiz də var, onları da indi təqdim edəcəyik. İlk öncə mən istəyirəm ki, bu mənim yaratdığım və sədri olduğum Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzinin fəxri diplomlarını təqdim edək. Qeyd edib ki, bu diplomlar Rəsulzadə tədqiqatçılarına bir istiqamətdə verilir. İkinci istiqamət Azərbaycandan kənarda olan araşdırıcılara veriləcək. Onları da indi burada mən elan edəcəm. Üçüncüsü, Rəsulzadə irsinin yaşadan qurumlar. Üçüncü bu istiqamət olacaq. Dördüncüsü isə media qurumları olacaq ki, biz onlara da bu fəxri fərmanları verəcəyik. Və mən düşünürəm ki, onlar da bilsinlər ki, yəni müqəddəs bir iş görürlər. Rəsulzadəni yaşatmaqla, təbliğ etməklə, onu qorumaqla, təbliğ etməklə və s. və s. Və mən deməli, ilk olaraq bu fəxri fərman, fəxri diplomu, bu belə bir diplom hazırlatmışıq. Sonra bir də Rəsulzadənin bir kitab çap etmişik. İran yazıları kitabını, bir də kiçik bir hədiyyəmizi. Mən ilk olaraq Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis bəy Rəsulzadəyə təqdim etmək istəyirəm. Rəis bəy, buyurun, bu fəxri diplomumuzu. Təbrik edirəm. Siz çox böyüksünüz. Bunu belə tutun ki, yadigar programımızda çəkilsin. Siz neçə illərdir Məhəmməd Əmin Rəsulzadənin adını qoruyursunuz, saxlayırsınız. Allah sizi var eləsin və bu yolda yorulmayasın. Sağ olun. İkinci olaraq mən Nəcibə xanıma bunu təqdim etmək istəyirəm. Nəcibə xanım Məhəmməd Əmin Rəsulzadənin irsinin araşdırılmasında bir sahə var ki, elə o sahənin də çox uğurlu araşdırmalar aparılır Rəsulzadənin ailəsi ilə bağlı. Açıqı mən özümdə elə şeylər olur ki, bilmirəm, götürürəm o kitablarına, baxıram, faydalanıram. Yəni bu dərəcədə uğurlu tədqiqatlar aparır. Və çox zəhmət çəkir, çox əziyyət çəkir, çox orada dəqiqləşmələr var. Mən biraz indi onun da deyim ki, açığı elə məqamlar var ki, bilinmir, itib sənədlər, yoxdur sənədlər. Nəcibə xanım. Bizim də belə bir fotomuzu çəkin. Nəcibə xanımın böyük zəhməti var, böyük əziyyəti var. Həm də şəxsiyyəti ilə bu diplom uyğun gəlir. O aldığı diplomlarda uyğun gəlir. Şəxsiyyəti ilə. Ondan sonra rəqəti ilə. Ona görə çox sağ olun. Deməli, bizim Bakı Dövlət Universitetinin dosenti Boran müəllim burada iştirak edir. Boran müəllim çox hazırda Boran müəllim Cumhuriyyət dövrümüzü çox gözəl tədqiq edir. Yazılar, məqalələr yazır və ən çox da mənim kitablarıma dəstək olur. Özünü
Təbrik edirik, xoşlantılarımızı bildiririk. Təbrik edirəm. Çox sağ olun. Sağ olun. Faiz gəlişləriniz təxsis olma mükafatlandırılan xoşlantılarımızı bildirirəm. Faiz Bey, Məhəmməd Əmir Əsgəbənin araşdırmalarında fəlsəfi istiqamətlərə daha çox üstünlük verir. Gözəl kitabları var, dəyərli araşdırmaları var. Təbrik edirik, xoşlantılarımızı bildirirəm. Sonra, demək burada mənim hamımızın dostu, ama mənim biraz da yaxın dostum Namik Əzizov iştirak edir. Namik Bey, bərdə də gəlin buraya, sizi təqdim edək sonra. Namik Bey'in ən böyük işi nədir? Bizdə çıxan kitabları, Hüseyn Rəsulzadənin kitablarını Almaniyanın kitabxanalarında yerləşdirir. Bu özü də böyük bir iş. Bəzən təvsiyə edirəm. Buna mahiyyətlər. Açığı biraz yaxın durumlar. Açığı nə üçün demək istəyirəm? Xarici ölkələrdə kitab yerləşdirmək asan məsələdir. Kataloglara salmaq, bu özü də böyük bir xidmət. Rəsulzadənin hansı bir kitabı çıxırsa, o mütləq Almaniyada olacaq, Namik Bey'e. Sonra mən deməli dostlarımız üçün həm də kitab hədiyyəsini unuttum verməli. Rəis Bey, bu kitab sizindir. Nəzbə xanım, bu sizindir. Orhan Bey, nerede bunun içindedir? Namik Bey, bu da sizinkidir. Faiz Bey, bu da sizinkidir. Sonra çox fikirləşdim ki, bunu axı yazmaqda lazımdır. Sizin hər hazırda bir qələm hədiyyəsi. Nəzbə xanım. Yox, sən öz adda bir ora Məhəmməd Əli'nin çapdı da. Qardaşlar, kitab koymuşsa şeydir sənə verir. Sonra biz burada əyləşən bağlı özürlərinə kitablar gətirmişik. Onlara da sizə də təqdim edirəm. Çox sağ olun ki, siz şərait yaradırsınız, həmdə belə tədbirlər keçirdik. Bu ikinci tədbiri keçiririk və düşünürəm bizim əməkdaşlığımız davam edəcək. Qarşıda böyük tədbirlərimiz də gəlir. Sağ olun, sizə də təşəkkür edirəm. Mehman Bey, birinci siz gəldiniz, kitabı sizə təqdim edirəm. Məhəmməd Əmir Əsgəbənin İran yazıları kitabını. Burada çox maraqlı yazılar var, bu yazılarda gəlin oxuyarsınız. Sonra siz axırda, qardaşınıza axırda verəcək kitabı. İstəyirəm, arzu deyərdiniz. Faiz Bey, biz yaxına gəlmədən bu kitabı da sizə verirəm. Rəsulzadənin burada çox dəyərli məqalələri var, oxuyarsınız. Öldəniz Bey, gələ bilirsiniz, yoxsa axırda verirəm. Həyatımız sizdən asılıdır. Əgərsəniz, bəli, biz çoxdanın dostlarıyıq. Laf çoxdanın dostlarıyıq. Gəlin dostlarıyıq. Ona yazmaq. Sağ olun, uğurlar olsun. Qardaş deyil, pay-paylayarak pay-çatmaq. Biz kitab verir. Bakı Dövlət Universitetində oxuyur, bizim tələbəmizdir. Orhan müəllimin tələbəsidir. Mən də həmişə Tarix Fakültəsində oxuyur. Çox qabiliyyətli. Məndə çox yaxşı təəssürat var. Adıma deyirəm ki, fəxr edirəm ki, belə gəncin qonağıyıq. Bizim içimizdə Çox təşəkkür. Sonra oradan başlayaq. Saqqaldan var. Siz gəlin. Sizlər də olmasa. Bu gəlsin. Ona kitab verib. Sizdən almaq istəyirəm. Onda o kitabı qaytar. Çünki bunu məncə sahile gətirdik bura. Bu kitab sizə böyük maraqlı məlumatlar verəcək. Sonra xahiş edirəm siz zəhmət olmasa. Sırayla da gələrdiniz. Ya istəyirsiniz, mən gəlim yəni. Bu Şirvan bəli gəlsin. Bağın xarlarına hörmətli təbrik edib sizdə kitabını oxuyarsınız, maraqlı. Gəlsin.